Deməli, ingilis dilində bəzi sözlər var ki, onlar sinonim sayılsalar da, aralarında məna cəhətdən fərqli məqamlar olur. Bunlardan biri də wear, put on and get dressed-dir. Hansı ki, üçünün də mənası geyinmək deməkdir. Yəni, geyinmə prosesini bildirir. Birinci wear ilə başlayaq. Burada da baxın yazmışam ki, the state of already having the clothes on. Wear o deməkdir ki, sən o paltarı artıq geyinmisən. Yəni, hal-hazırda o paltar sənin üzərindədir. Məsələn, she wears a blue dress every day. Yəni, hər gün o mavi donlu geyinir. Hər hansısa bir paltardır və artıq sən onu geyinmirsən, sənin üzərindədir. Wear-in mənası odur. Sonra put on. Put on isə the action of dressing. Yəni, bu o deməkdir ki, geyinmə prosesidir. Yəni, sən o paltarı hal-hazırda geyinirsən. She is putting on her coat. O hal-hazırda paltosunu geyinir. Yəni, o paltarı geyinmə prosesidir. Get dress-in isə digərlərindən fərqli cəhəti odur ki, get dress ümumi mənada bütün hadisəni bildirir, bütün geyinmə prosesini bildirir. Get dress yəni geyinib hazırlaşmaq mənasındadır. Məsələn, I get dressed in the morning. Mən səhər üstü geyinib hazırlaşıram. Yəni ümumi mənası budur ki, sən hər şeyi geyinirsən. Artıq get dress deyəndə ümumi geyinib hazırlaşmaq mənasında. Sən artıq koftanı da geyinmisən, şalvar da geyinmisən. Yəni ümumi geyinib hazırlaşmısan deməkdir. Ən son olaraq demək fərqli cəhətlər onlar oldu ki, wear hal-hazırda o paltar sənin əynindədir, sən yəni onu artıq geyinmirsən, hər hansısa bir paltardır. Put on isə geyinmə prosesidir. Yəni sən hal-hazırda geyinirsən o paltarı. Geyindiyin andır. Get dress isə ümumi hazırlaşmaq deməkdir.